həftə necə keçib? Hər kəs kimi 5 gün işləmişəm, 9-dan 6-ya deyək. Həftə sonunun birini, yəni şənbəni ailə üzvlərimə xərcləmişəm. Bu gün isə demək olar ki, yarı ailə üzvlərim, yarı podkastla əlaqəli olaraq qaça-qaç deyək. Bəzən olur ki, baxırsan ki, bir həftə, yəni 7 bir gün keçirmisən. Amma özün üçün demək olar ki, zaman ayırmamısan. Çox yorucu və qaça-qaçlı olur. Əslində sən indi deyəndə ki, həftən necə keçir, xülasəsini çıxardanda mən də eyni şeyi düşündüm ki, yəni həftənin 5 günü işdə oluruq və işdən qayıdandan sonra insan o qədər yorğun olur ki, demək olar ki, özünə vaxt ayıracaq hər hansı bir məqam qalmır. Sadəcə zəruri işləri görürsən və gün yekunlaşır. Həftə sonu 2 gündür, amma nə qədərini özümüzə xərcləyə bilirik, o da bir sualdır yəni. Yəni həftə içi sanki işdən evə gələndə də sabahki gün üçün, elə iş üçün hazırlaşmış olursan, ona xərcləyirsən də zamanını. Əsas məni düşündürən sualdır ki, məsələn, səni gün ərzində ən çox yoran nədir? Günü tez başlamıram əslində, 8-də başlayıram. Hazırlaşmaq və s. düzdür. Qadınlarda hazırlaşmaq prosesi biraz daha çox vaxt alır, buna etiraf edirik hər birimiz. Amma məncə bizi gündəlik nəqliyyat çox yorur. Yəni mən artıq işə çatana qədər 1 saatım yolda keçirsə, tıxacda keçirsə, metroda keçirsə, mən günə yorulmuş başladığımı düşünürəm. Yəni bunun özü böyük bir faktordur. Bir trend başlatmışdılar. Səhər erkən oyan, hətta 4-də qalx. Yəni 1-3 saat ən azı özün üçün zaman ayır. Səncə bunu davamlı eləmək mümkündür? Yəni mən əgər səhər saat 4-də qalxacamsa, gün oturandan sonra artıq günü yekunlaşdırmalıyam məncə. Maksimum 5-ə 6-ya qədər işləmək olar. Çünki insanın enerjisinin bir sonu var. Tükənən bir prosesdir və onu bərpa etmək üçün yatmağa, dincəlməyə, istirahətə, özünə zaman ayırmağa ehtiyac var deyə düşünürəm. Düşünmürəm. Saat 4 mənim üçün gecə yarısıdır əslində. Yəni amma adamlar fikirləşir, bəzi belə adamlar fikirləşirlər ki, saat 4-də oyanırsan, idman edirsən, sonra özün üçün, yəni o ayırdığın zaman odur. Ondan sonrasını iş üçün xərcləməlisən də, yerdə qalan zamanını. Saat 6-ya qədər işdə olmalısan. 6-dan sonra gəlirsən evə. Mən əslində bunu baxdım ki, praktik olaraq mümkün deyil. Çünki evə çatmaq, iş 6-da bitirsə, evə çatmağın bir 8-ə çəkir, ki tıxaclar var, nəzərə alsaq. Və bundan sonra sən saat 9-da, 10-da ən azından yatmalısan ki, normal yuxu alasan, yuxunu almış olasan da, amma mümkün deyil, yəni 10-da 9-da yatmaq olur. Yəni bəlkə də müəyyən bir müddət üçün özünü sistemə salmaq üçün və ya hər hansı bir zəruri işlərin varsa bəlkə də eləyə bilərsən və ya hər hansı bir ölkədəsən və zaman fərqi yaranıbsa bunu etməyin mümkündür. Amma mütəmadi olaraq saat 4-də qalxmaq və necə deyirlər, günü tez bitirməlisən, 8, 9, bəlkə daha tez. Çünki bizim yuxu alma müddətimiz 6-8 saatdan daha aşağı, yəni önəmli bir period deyil də, yəni keyfiyyətli bir yuxu rejimi sayılmır. Bilmirəm, mənə görə absurddur. Bəlkə enerjisi daha yüksək olan insanlar və bununla kifayətlənirlər, ola bilər. Qəbul edirəm, razılaşıram, amma özüm o kateqoriyadan əsl ola bilmərəm deyə düşünürəm. Neçə saat yatırsan? Minimum 8-9 saat. Daha aşağısı yəni məni qane eləmir. Çünki günün stresi var, böyük şəhərin öz stresi var, nəqliyyatın, səs-küyün, gündəlik iş rejiminin öz gərginliyi və s. var. Bu prosesləri toplayanda insanın özünə ayırdığı ən önəmli vaxtlardan biri yuxudur. Bəzən işdən çıxıram, gedirəm, otururam hansısa kofe shopda, bir kofe alıram, içirəm və bunun fotosunu paylaşıram. Kənardan baxırlar, indi fikirləşirlər ki, ay bəxtəvər, necə qəşəng həyat yaşayır. İşləyib, işdən sonra gedir, hardasa kofe shopda oturur, qəşəng qəhvə içir. Yəni başa düşmürlər ki, əslində bunun arxa tərəfində başqa şeylər var da. Bugün elə bir paylaşım eləmişəm qəhvə ilə ki, biz keyfimizdən deyil, acımızdan içirik. Çox qəşəng. Yəni məcbur deyil ki, alkoqol alsan. Yəni o qəhvəni gedib içirəmsə işdən sonra da bu günün o dediyim stres, gərginlik, ağırlıq ki var. Yəni onu üzərimdən atmaq üçün eləyirəm də bunu. Amma məsələn axşam saatlarında fikir verirəm, şəhərdə bir sakitlik də çökmür ha. Yəni saat 8-9-da hansısa kofe shopda oturursan, baxırsan ki, yenə də səs-küydür, yenə də insan orada çoxdur adamlar. Elə bil ki, bu həyatı elə hamımız yaşayırıq. Hamı gün ərzində çox gərgin, stresli olur.
və gün sonunda dostun üçün ya özün üçün zaman ayırmaq üçün hamı elə eyni məkanlara, şəhərin mərkəzinə axışır, eyni yerlərə gedirlər, eyni yerdə otururuq və bu davam edir. Elə bil ki, hamının enerjisi eyniləşib də, yəni eyni enerjidəyik, eyni frekansdayıq. Amma yaxşı bir enerjidə deyil bu məncə. Əslində bunu mən müşahidə eləmişəm. Biraz mövzudan kənarda olsa, onu deyim ki, bəzi toplumlarda, xüsusilə bizim kimi toplumlarda insanlar çox qaçaqaçda yaşayırlar. Qaçaqaçda yaşayan toplumlar həm çox gərgin olurlar, həm də çox aqressiv olurlar. Bunu ən çox nəqliyyat vasitələrində görə bilərik. Xaricdə insanlar bir-birləri ilə mübahisə edir, nəqliyyat vasitələrində, metrolarda bir də görsən yer üstündə və ya hər hansı bir cüzi bir balaca problemin üstündə problem yaşayırlar və böyük mübahisələrə başlayırlar. Ümumiyyətlə qaçaqaç toplumların insanları çox aqressiv, gərgin və tez yorulan olur. Bilmirəm, müşahidə eləmirsən yoxsa yox. Avropa toplumları üçün qaçaqaçda yaşamaq deyə bir anlayış yoxdur. İnsanlar çox sakit bir tempdə yaşayırlar və hətta deyərdim ki, bu ömrün uzunluğuna da çox təsir edən bir amildir. Qaçaqaçda yaşayan insanlar daha az yaşayırlar, çünki gərginlik onların ömrünü azaldır. Avropada olduğu kimi bir çox toplumlar daha sakit yaşadığı üçün stresi özlərindən uzaq edirlər. Yəni adamlarda onsuz da siqnal səsi yoxdur, bu bir reallıqdır. Digər tərəfdən də yəni sakit bir tempdə irəlilədikləri üçün uzun ömürlü olurlar. İndi sənin mövzuna gəlsək, günün sonunda bir çox insanların kafelərdə, qapışıqlar olsun, nə bilim restoranlarda toplaşma səbəbləri olsun, onlar həmin o stresi atmaq üçün birbaşa evə getmək istəmirlər. Məsəl üçün bəzən olur ki, mənim üçün də xarakteristikdə bu. Birbaşa evə getmək istəmirəm. Gedirsən hər hansı bir məkanda, bəzən tək oturmaq istəyirsən, bəzən dostunla dərdləşmək istəyirsən. Həmin an sənə terapiya kimidir. Yəni dostlar bir-birinə terapiya kimidir. Kofeni içirsən, söhbətini eləyirsən, günün hər hansı bir neqativ tərəfi varsa, onları müzakirə edirsən. Qarşı tərəfdən sənə dəstək gəlirmi? Əsas gəlir. Özünü güclü hiss edirsən. Sabahsı gün üçün artıq işə hazırsan da demək olar ki. Yenə də sabah üçün, həmin iş üçün hazırlaşmaq üçün edirik də bunu. İndi məni düşündürən odur ki, özüm də elə o qəhvəmi çəkəcəmişəm, onu düşünürəm ki, bu həqiqətən özümə ayırdığım zamandırmı? Bilsən, orada bir faydalılıq da görmürəm ha əslində. Çünki sabahki iş üçün hazırlaşıram. Enerjimi ona kökləmişəm ki, sabah işə yorğun getməyim, sinirlərimi sakitləşdirim, əhvalımı yüksəldim. Yəni bu özümə ayırdığım zamandırmı? Biraz orada tərəddüd yaşayıram. Mən bu hissədə sənə qatılmıram. Niyə? Çünki bizim sıfırlanmağımız üçün vaxta ehtiyacımız var, o fasiləyə ehtiyacımız var. Yəni sən, mən bu gün sıfırlanmasaq, növbəti günə başlamağımıza hər hansı bir səbəb olmayacaq və çox gərgin başlayacağıq. Yəni gərginlik üst-üstə yığılacaq. Amma günün sonunda onu sıfırlayıb növbəti günə yeni, fresh, yeni ümidlərlə, yeni xəyallarla və yeni demək olar ki, enerji ilə başlasaq, o zaman məncə o üst-üstə neqativ enerjinin birləşməsi deyim, olmayacaq. Məncə özünə ayırdığın zaman saya bilərsən bunu. Yox, mənə görə biraz fərqlidir özünə ayırdığım zaman. Yəni bunu sabahki iş üçün hesablayıram deyə fikirləşirəm ki, bu çox da faydalı deyil, mənim özüm üçün deyil bu zaman. Mən fikirləşirəm ki, məsələn, işdən çıxanda hansısa bir daha gələcəyim üçün olan məşğuliyyətlə məşğul ola bilərəm. Bu faydalı ola bilər. Amma belə sırf özümü sakitləşdirmək üçün eləyirəmsə ki, bu həftənin 3-5 günü ancaq elə belə keçir də. Çünki çox stressli oluram gün ərzində, gərgindir də iş rejimi. Bu baxımdan faydalı hesab eləmirəm. Amma günün sonunda sənin stresini alırsa da bu da bir qazanc növüdür sanki. Çünki hər dəfə kitab oxumaqdır, nə bilim, gəzinti eləməkdir və ya səni sakitləşdirəcək shopping eləmək, alış-veriş deyil, bunu eləməkdir. Bunlara hər dəfə eləyə bilməzsən. Bir dəfə kafedə oturub tək istirahət eləyərsən, digər dəfə qiraət eləyərsən, növbəti dəfə dostlarından görüşərsən. Yəni bunun mərhələləri, özünə zaman ayırmanın mərhələləri durmadan yeni şey öyrənmək deyil məncə. Bəzən də olur ki, dostlarla görüşürsən, gedirsən, əylənirsən. Baxırsan ki, saat 10 olub, 11 olub, evə gec qayıdırsan, terapiya. Bir tərəfdən yaxşıdır, sən sakitləşmisən, bir mənfi enerjini atmısan, amma səhər işə gəlirsən, daha yorğun olursan. Bəzən işə gecikirsən, səhər gələn kimi 10 dəqiqəyə görə müdür deyir ki, harda qalmısan, niyə gecikmisən? Halbuki hələ gün indi başlayır da, yəni məni niyə belə qarşılayırsan və qaçırdığım heç nə yoxdur da, hələ heç planlamanı eləməmişik məsələn, amma problemdir də şirkət üçün ki, sən niyə gecikmirsən, 10 dəqiqənin söhbəti olur. Bu baxımdan biraz özüm dəstə çalışıram ki, bir robot kimi olum bəzən. O qaydanı özümə qoymağa çalışıram ki, yorulmusan işdən sonra evə qayıt, getmə heç bir kofe shopa, dostlarla da görüşmə.
Baxıram ki, onda da alınmır, onda da əziyyət çəkmiş oluram əslində. O mənfi enerjini ata bilmirəm. Evə gəlirəm, yatıram. Amma yatmaq dincəlməkdirmi? Görürəm ki, yox, yatmaq dincəlmək deyil. Bəzən çox yuxuya ehtiyacın olanda köməkli gəlir, amma başqa vaxtlarda yox. Belə yəni sakitləşdirmə baxımından yatmaq o qədər də faydalı olmur. Yatmaq əslində bir mənada tələbatdır. Onu necə deyirlər, özünü bərpa prosesinin bir parçası kimi qəbul edə bilmərik məncə. Çünki bu bizim fiziki bir ehtiyacımızdır. O ehtiyacın bir mərhələsidir, bir hissəsi, parçasıdır. Hətta deyərdim ki, yatmaq bəzən qaçış yolu da ola bilər. Stressdən, gərginlikdən ya da düşünməmək üçün yatmış ola bilərsən. Məncə bu, yəni özünə ayırdığın zaman sayılmamalıdır. Çünki zəruri tələbatdır. Yatmasan özünə ziyan eləmiş olarsan. Onda düz yoldan gedirəm də adətən. İşdən sonra dostlarla görüşmək, özümlə baş-başa qalmaq, bu özüm üçün yatıram. Yəni bunu bir dostum olaraq təsdiqləyirsən, hə? Təsdiqləyirəm. Niyə? Çünki o an hiss elədiyin hər hansı bir şey, bunu demirəm, yəni gənclik bunu səhv başa düşüb düşünməsin ki, ağlına gələn hər şeyi eləməlisən, bu sənin nə bilim bla-bla, belə deyil əslində. Demək istədiyim odur ki, o an üçün səni xoşbəxt edən və məntiqli bir əsaslandırması olan hər şey məncə məqbuldur. Yəni bunu eləməliyik. Sanki o an kofe içmək istəyirsən, iç, amma yəni təhlükə və digər insanların hüquqlarını pozacaq hər hansı bir şeylə müqayisə eləməməlikdir bu cümləni. Gün ərzində səni fiziki şeylər daha çox yorur, yoxsa mental məsələlər? Mənim yorğunluğum əsasən mənəvidir. Həm də deyərdim ki, ümumiyyətlə fiziki prosesdə, iş prosesini nəzərdə tuturam, fiziki olan heç nə məni yormur. Məni yoran əsas kənar faktorlardır. Birinci səs faktorudur məncə. Bir çox insana təsir edir, xüsusilə həssas insanlara çox təsir edir. Küydür, nəqliyyatdakı siqnal səsidir və ya ətrafdakı ümumi səsi də nəzərdə tuturam. Səs çox yorucu bir şeydir. İkinci məni əsas yoran faktorlardan biri işıqdır. Bu da gözlə əlaqəlidir məncə. Göz həssaslığı ilə əlaqəli olan bir şeydir. Bu da müəyyən qədər yorur. Digər mənəvi əsas yoran məsələlərdən biri məncə iş yerləri üçün xarakterik olan bir şey mobbinqdir. Psixoloji təsir, neqativə köklənən insanların sənə söz vurmağa çalışmağı, hər hansısa bir şey pozitiv şəkildə dediyi halda əslində altında neqativ məna yatması və ya sən demiş 10 dəqiqə gecikdiyi üçün hər hansı bir şəxsdən neqativ fikir almalıdır. Sanki günün əvvəlində sən bu fikri alırsansa, artıq sənin günün getdi. Yəni sən neqativ olacaqsan, keyfin aşağı olacaq, səni yüksəltməyə çox çətin olacaq. Hətta günün sonunda kofeni içsən belə, düşünürəm ki, o kofe yəni pozitivə kökləyə bilməz insanı. Yəni bu faktorları birləşdirəndə gün ərzində bunların hər birinə məruz qaldığım üçün yoruluram bəli. Sən səs faktorundan danışdın. İndi mən xatırladım ki, şənbə günləri özümü daha enerjili, daha sakit hiss edirəm. Niyə? Çünki şənbə günü işçilərin hamısı işdə olmur. Ofisin özü belə çox sakit olur. Mən baxıram ki, daha məhsuldar işləyirəm həmin gün. Gün yarısına qədər işləyirəm. Amma gün sonuna qədər də o yüksək əhvalda işləyə bilərəm. Amma həftə içi sanki hər kəsin o səsi, küyü, insanların enerjisi, ofisdə baxırsan ki, bəzən yəqin bütün ofislərdə var belə adamlar. İşləməsə də haylı küylü gəzir ki, bax mən işləyən adamam. Harasa tələsir, qaçır, o yana bu yana. Belə adamların yəqin o boş enerjisidir ki, məni gün ərzində yoran faktorlardan biridir. Bəlkə də ona görədir ki, bir sıra Avropa ölkələri bununla bağlı home office-dir, uzaqdan işləmə prosesini işçilərinə təklif edir və deyim ki, produktivlikdə daha üstünlüyə sahibdirlər belə işçilər. Yəni həm ofis, yəni hər ikisi bir yerdə deyək də, ofis və ya uzaqdan işləyənlər, ümumiyyətlə uzaqdan işləyənlər, onların stresi daha az olur sanki. Çünki bildiyi və əmin olduğu bir mühitdədir. Nəticə etibarilə hər hansı bir stres amilinə məruz qalmır, nəqliyyata məruz qalmır və produktivliyi də artır. Güvənmək yenə iş məsələsində də önəmlidir. Deməli, insanın özünü güvəndə hiss eləməsi. Təbii ki. Çox təəssüf ki, bəzi iş yerlərində işçiləri ya ki, daha məhsuldar olsunlar deyə neynirlər? İşdən çıxarmaqla hədələyirlər. Maaş azaltmaqla, cərimələməklə hədələyirlər. Yəni bu effektiv olmaz da. Belə halda stres altında insan necə yaxşı işləyə bilər, daha məhsuldar ola bilər. Bu gün onunla bağlı bir video qarşıma çıxdı. Bildiyim qədərilə İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyətə səbəb olur. Hətta bu o cür təhdid. Bəli. İşçini, yəni işə götürən işçini hər hansı bir təhdid faktoru altında işini gördürməyə məcbur etməməlidir. Hər hansısa bir
mətnaltı məna ilə də söz vurmamalıdır ümumiyyətlə. Növbəti podkastımızda məncə buna biraz daha geniş vaxt ayırıb bu haqda mütləq danışaq. Danışa bilərik. Deməli, bu həftə ərzində bir neçə dəfə olub ki, elə səndən danışanda demişəm ki, vaxtım yoxdur. Səncə doğrudan vaxtımız olmur bizim? Məncə bu sual iki mənalıdır. Birincisi, kimə görə, niyə görə vaxtımız yoxdur? Bəzi insanlara qarşı vaxtımızın olmağını istəmirik. Bu məsələnin birinci tərəfi. Əgər həqiqətən vaxt bölgüsü düzgün aparılmırsa biz tərəfdən, yəni vaxt bölgüsü anlayışını düz başa düşməmişik deməkdir, ya da plansız işləyirik deməkdir. Plansız işləmək də bəzən yaxşıdır, xüsusilə həftə sonları, amma məsuliyyətimizdə olan hər hansı məqam varsa və ya işlə bağlı önəmli nüanslar varsa, düşünürəm ki, beynimizdə ən azından müəyyən qədər də olsa bir bölgü aparmalıyıq ki, neçə saat yola gedəcək, plan işi neçə saata görməliyəm, özümə neçə saat ayıracağam, digər detallar nələr olmalıdır. Düzdür, orada yanılma payı olur mütləq şəkildə, amma yəni düşünürəm ki, az-çox tənzimləyə bilərik bunu. Praktiki olaraq əslində sən dediyin kimi fikirləşirdim. Hətta sənə hər dəfə vaxtım yoxdur tipdə mesaj yazdıqca, cavab verdikcə vicdan əzabı çəkmişəm ki, məntiqi tərəfim oradan səslənirdi ki, aləm də yox, istəsən vaxt ayıra bilərdin. Sən özün bu zamanı yaratmadın. Amma sonra baxdım, özümü qınamamağa çalışdım. Baxdım ki, gerçəkdən də mənim enerjimi gün ərzində görməli olduğum o vacib işlər o qədər alır ki, həqiqətən mənim vaxtım çatmır. Vaxt eləyə bilmirəm. Yəni vaxtım olsa belə, o vaxtda görməli olduğum ki, iş var əlavə. Onu görəcək enerjim yoxdur. Ertələyirsən yoxsa? Ertələmək deyildi. Sadəcə daha vacib işlər var idi ki, bunlar mütləq şəkildə edilməlidir də gün ərzində. Onları eləyəndən sonra baxdım ki, mənim əlavə özüm üçün ayırmağa vaxtım yoxdur ki, özüm üçün dediyim işimiz üçün də, yəni bunu ayırmağa vaxtım qalmıyor. Düzdür, özümü daimi olaraq qınadım ki, praktikada dediyin kimi zamanı düzgün bölüb əslində həll edə bilərdim. Amma baxdım ki, alınmır da heç cür. Yəni psixoloji olaraq gün ərzində o qədər yoruluram ki, vacib işləri görüb gün sonunda əlavə bir işə, yəni halım heyim qalmadı. Sadəcə dincəlmək istəyirdim, sakit qalmaq istəyirdim. Gərgin iş rejimindən çıxan insanlar üçün bu hisslər məncə çox normaldır və düşünürəm ki, bir çox insan dediklərini əyani şəkildə hər gün yaşayır sistemli olaraq. Hər gün yaşayır. Ümumiyyətlə səncə 24 saatı hər gün bölüb o cür planlı şəkildə yaşaya bilərik. Bu normaldır. Çünki sosial mediada da bunu çox təbliğ eləyirlər. Bir neçə gün eləməyə çalışırsan, sonra görürsən ki, alınmır. Mən də şəxsən praktiki olaraq həyata keçirə bilmirəm də. Səncə mümkün olar? Bəlkə hardasa səhv yol verirəm. Düşünürəm ki, günə yaxşı başlamağın yolu yaxşı yatmaqdan keçir. Gec saatda yatan insanların çox aktiv və enerjili oyandığına inanmıram ümumiyyətlə. Məsələnin birinci tərəfi budur. Digər tərəfdən isə vaxt bölgüsündən daha önəmli istək məsələsi var. İnsan bu işi görməyə nə dərəcədə istəklidir. Əlavə olaraq praktik olmayan insanlar var məncə. Biz qruplaşırıq bir qədər. Bəzi insanlar birbaşa işi görürlər, axın istiqamətində. Bəzi insanlar dolayı görürlər. Yəni ola bilər ki, bu onların düşüncə tərzi ilə əlaqəlidir ya da beyin quruluşları ilə əlaqəlidir deyə bilmərəm tam olaraq, amma işi üsulunda və sürətli görülməsi bir bacarıqdır mənə görə. Amma biz belə bilərikmi? Məncə təməli dediyim kimi yaxşı yatmaqdan keçir. Digər nüanslar da onu zəncirvari olaraq tamamlayır. Nəzərə alacağam. Bu arada 11-dən sonra yatılan yuxu çox da faydalı deyil bu arada. Nə danışırsan? Çünki daxili orqanlarımız hərəsinin dincəlmə istirahət vaxtı var. Bu ciddi olaraq yəni isbatlanmış bir researchdur da yəni. Hər bir daxili orqanın öz istirahət vaxtı olduğu üçün 11-dən sonra yatılan zamanda sən hansısa bir orqanın haqqına yemiş olursan yəni. Yəni 11-ə qədər yatmalıyıq. Hə. 8 saatını tamamladın, 7-də dur, 6-da dur, amma 11-də yatmalısın. Mən onu praktiki olaraq yəni müşahidə etmişəm ki, 11-dən sonra qaldığım günlərdə gün ərzində diqqətimi toplamaqda çətinlik çəkirəm. Çünki enerji defisiti yaranır. Ona görə də sonra gün ərzində əlində kofe, cəmaət elə bilir ki, mən kofeni forsundan içirəm. Da demirlər ki, ayılmaq üçün, beynimi oyatmaq üçün içirəm. Kofein həm müvəqqəti, həm xoşbəxtlik, həm enerji verir, düzdür. Az içmək lazımdır, amma çox zərərlidir.
Hə, bura gəlməmişdən əvvəl də enerjimi bərpa eləmək üçün içmişəm. Mənim son dövrlər panik atağım həqiqətən çox yüksəldir. Ona görə istifadə eləməməyə çalışıram. Çünki kafein çox da faydalı bir şey deyil. Amma nə bilim, sevənlər var. Bu sevgi deyil, məcburiyyətdir. Alışqanlıq da deyə bilərik. Hə. Ya başqa alternativəsində çox da tapa bilmirəm, yəni. Ya vaxtında yaxşı yatmaq lazımdır, ya da ki, kofein almaq lazımdır. Başqa yolu yoxdur məncə. Məncə var. Mən vitaminləri üstün tuturam şəxsən. Çünki müəyyən yaş periodundan sonra orqanizmdə vitaminlərdən bəziləri çox azalır. Məsəl üçün, omega 3 alandan sonra düşünürəm ki, gözümdə görmə keyfiyyəti daha yaxşıdır, yorulma məsələsi çox azalır. Bu o istiqamətdə faydalıdır. Nə bilim, maqneziumun öz faydası var, çinqin faydası var. Sosial mediada başqalarının ki, o səhərin erkən saatlarında oyanmaqları, günə erkən başlayıb da günü məhsuldar tamamlamaqlarından bağlı ki, videoları olur. Bu videoları görəndə, ümumiyyətlə bu tipdə də, yəni videoları ki izləyirsən, səndə hansı hissi oyadır? Özünə qarşı bir yetərsizlik hiss eləyirsən ki, mən bu həyat tərzi belə yaşamıram, mən məhsuldar deyiləm. Yoxsa hansı fikirlər keçir ağlından? Əslində mən əsla sosial media ilə özümü müqayisə eləməməyi öyrənmişəm. Çünki o yaş, o 25-lərə qədər məncə insan özünü sosial media ilə müqayisə edə bilər ki, onda varsa məndə də olsun və s. Amma yəni o erkən oyanırsa nə gözəl, onu təbrik edirəm, alqışlayıram, amma bu mənim üçün deyil. Çünki mən öz orqanizmimi bilirəm, hansı saatlarda yatıb qalxmalı olduğumu bilirəm. İşıltılı bir həyatı varsa çox möhtəşəm, yaşamağa davam eləsin, amma təəssüf ki, mən çox da tez yoldan çıxan birisi deyiləm, yəni öz ritmimlə davam eləməyi üstün tuturam. Sən? Məndə biraz fərqlidir, arada bir təsirinə düşürəm və amma məni ilhamlandırır da. Yəni ilhamlanıram o videolardan. Onlara baxanda fikirləşirəm ki, deməli mümkündür də hansısa formada eynisini eləməsəm də buna yaxın bir həyat tərzi yaşamağım yəni mümkündür də. Səhər daha erkən oyana bilərəm deməli, gün daha məhsuldar keçirə bilərəm ki, bunu tətbiq eləmişəm həyatımda. İndi daha erkən oyanıram və bu mənim üçün problem deyil. Axşam da erkən saatda yatıram. Düzdür, bəzi dostlarım biraz gülürlər, deyirlər ki, südünü də içmisən yəqin. Amma elə deyil də. Yəni saat 10-da 11-də yatmaq lazımdır. Təbii. Bu yaş məsələsi deyil. Sırf mənim gün ərzində daha məhsuldar olmağım üçün, üstəlik də zehni işlə məşğul oluram axı. Diqqətimi toplamağım üçün yəni erkən yatmalıyam. Bu artıq konkretdir və bunu inkar eləsəm mənası qalmır. Çünki hər dəfə görürəm ki, gec yatdığım halda günorta mən diqqətimi toplaya bilmirəm. Məntiqlidir məncə. Səncə yorğunluqla barışmaq olar, yoxsa onunla barışsaq bizi geri salmış olar bu? Məncə yorğunluq tənbəlliyin başlanğıcıdır. Mən ümumiyyətlə qəbul eləmirəm. Yorğun orqanizmin verdiyi bir mesaj var məncə bizə. Onun üstünə düşmək lazımdır. Düzdür, bir həkim kimi bunu şərh edə bilmərəm. Amma günün sonunda orqanizmin verdiyi bir siqnal var. Çünki səhər tezdən oyanırsan və tezdən oyandığın halda hələ də yorğunsansa, demək ki, burada düzgün getməyin nəsə var. Son dövrlər özümdə belə hallar çox təsadüfən, yaxşı yatmayanda və ya saat etibarilə az yatanda hiss edirəm, amma nadir hallarda olur. Ona görə də düşünürəm ki, yəni fərdi olaraq bunu dəyərləndirməliyik. Gün ərzində bu məhsuldar yaşamaq, sonraki bu yorğunluqla bağlı falan danışdıq. Podkastı dinləyənlər üçün demək istədiyin əsas ana fikir nədir bununla bağlı, bu mövzumuzla bağlı? Yorğunluqla bağlı yoxsa? Hə, yorğunluq və gün ərzində özlərini daha məhsuldar hiss eləməkləri üçün, gün sonunda özlərinə deməkləri üçün ki, bəli, bu günü özüm üçün yaşadım. Əslində bu günü özüm üçün yaşadım demək üçün məqsədlərini konkretləşdirmək lazımdır. Həmin məqsədlərə gedən yolları təmizləmək lazımdır və məntiqli, mənalı, düzgün addımlamaq lazımdır deyə düşünürəm. Bəzən olur ki, tənbəllik edirik, çünki insanıq da yolumuzdan, necə deyirlər, türklər demiş, şaşada bilərik. Yəni kənara keçə də bilərik, amma günün sonunda oturub fikirləşəndə bu gün özüm üçün nə etdim sualına cavab verəndə heç olmasa günün 30%-ni özümüzə ayırmış olmalıyıq məncə. Sən necə düşünürsən? Eynən əslində son nəticə olaraq sən dediyin fikrə gəlirəm ki, həmişə deyirəm sənə ki, sən mənim rasional tərəfimsən. Bugünkü söhbətin nəticəsində gəldiyim qənaət oldu ki, gerçəkdən də çox rasional fikirləşirsən. Əslində həyat tərzində də onu görürəm. Başqalarına nümunə olacaq formada yaşayırsan. Bugün çox
hissəsində bölüşdün. Yəqin ki, ümid edirəm ki, başqaları üçün də ilham olar. Ümid eləyək.